Cheeseburger yarışması. Bax əlimdə 10 dənə cheeseburger var. Hüseynlə, Yusiflə bir yerdə yarışacağıq. Daha çox, daha tez kim yeyəcək dostlar? 10 dənə cheeseburger. Çox da böyük deyil dostlar, balacadır. Təşəkkür edirəm ki, videolarımıza çox gözəl bəyən edirsiniz və yorumlar yazırsınız. Və açqım onu. Açqısız girmişəm videoya. Bu video açqın taxdım və hər birinizə təşəkkür edirəm ki, videolarımızı bəyənirsiniz, gözəl fikirlər bildirirsiniz. Hamınıza təşəkkür edirəm. Səncə neçə dənəsin yemək olar bundan? Çox balacadır. İndi baxır da. İndi baxır mədən çıxdığına. Xoşlayırsınız cheeseburgerin hansı növlərin, burgerlərin hansı növlərini xoşlayırsınız, onu da yorumlarda yazın və bu arada UC və jetonlarınızı rahat şəkildə bizdən vura bilərsiniz. Orxan Games.com-a girdiniz, nömrəmizə bizə yazırsınız. Porsche gəlib, elə belə bir şey. Porsche də gəlib və iade etkinliyi də dostlar var. İade etkinliyində qaçırdım. Keçən videoda dostlar Hüseyni dedik ki, videomuzda olmasın. Ay yorumda partlayış eləyiblər ki. Yorumda hamı yazıb ki, Hüseynə görə gəlmişik. Demə bizi heç kim sevmirmiş. Görsən mən canlarımdır da, başa düşdün. Amma yox, mənə də sevirlər. Deyirlər ki, Hüseyn də olsun videolarda. Bir sevdiyi bir kitlə olur. Təşəkkür edirik, var olun. Amma Hüseynə biraz da yorumlarda yazın ki, biraz yeməyi yesin. 300 min abunəyə çox az qalmışıq dostlar. Abunə olun, like atın və biz də başlayaq. Bəli. Başlayaq ayağa. Cibində mən göstərirəm. Atı bir də onun üçün az göstər də. Dostlar, açım göstərim sizə də. Kasıb burgeri dostlar. İndi 3 manat 20 qəpiyə almışam. Belə birin 3 manat 20 qəpiyə almışam. Çox kasıb ya da. Yəni ki, burgerin ən ucuzu budur. Burger 7 manata var, 11 manata var. Yəni çox bahadır. 11 manatda 10 da alırsan. 70 manat eləyir. Bu soğandır. Başlayıb bu. Bismillah getdi. Çox dadlıdır axı. Çox dadlıdır. Bu susuz gəlməz. Arkadaşlar, mən boynumu uzatacağım. Dostlar, bizim videolarımızı yemək yeyə baxırsınız, bilirəm. Ümumiyyətlə yemək videoları necə baxırlar? Yemək qoyursunuz qarşınıza. Instagram çay qoyursunuz qarşınıza. Yemək videoları ancaq yemək yeyəndə insana həvəs Maraqlı olur. olur. Orxan əminin videosunu açın. Siz də mənimlə bir yerdə yemək yeyə baxın. Biraz elə bir çörəyi bir qurudur. Yumuşaqdır amma. Bəlkə mənə yaxşı düşməyib. Əti dadlıdır amma. Ətdir də, təmiz ətdir də. Bunlar nədir belə? Bir də bunlara bax. Ağ şey var üstündə. Bu nədir şöyle? Soğan mı? Bazı soğanlardır da. Nədir yeyir? Qiymətdən görə dəyər səncə? Mən dəyməz. 3 manat 20 qəpik. Qabaqlar 3 manat 20 qəpik böyük pul olardı. Amma indi biraz qabaqlar məsələn bunun böyüyünü alardıq 5 manata məsələn. Çox çıxır ya. Videolar nə olsun dostlar? Nə videolar gəlsin? Və bu arada videolarımızdan çıxmayın. Bundan qabaqki videomuzun ortalama izlənməsi 4 dəqiqə olub. Sizdən xahiş edirəm, videomuzdan çıxmayın, oturun izləyin də yəni belə. Bax. Aslında mən deyirəm ki, o birisi videomuz lahmacun olsun. Nə videosu istəyirsiniz deyin biz çəkəcəyik. Lahmacun istəyirsiniz olsun, like-ı çox atın da day. Like çox gəlməlidir. Lahmacun gələ bilər, kokorez gələ bilər bir də. Olar hə. Midye. Və bir də şey var. Nədir onun adı? Xəric midye. Kartoşkanın arasında olur ya dostlar. Siz yorumlarda yazın. Kumpir gələcək dostlar. Özüm evdə hazırlayacağam onu. Nətər fikirdir? O hazırlamaq olar ya, amma yenə çətin deyil. İkinciyə keçdim mən. Mən də ikinciyə keçdim orada. Bu biraz daha böyükdür ya ata. Bu biraz böyüdü yoxsa? Bu niyə əzdi bu? Biraz daha böyükdür ata bu. Dostlar, Əhmədliyə kimi piyada getmişəm, quruyub da şey. Piyada gedib gəlmişəm. Əti quruyub ya, ata düz deyir, Allah haqqı. Çox quruyub. Yusuf neçə yaşın oldu? 13-də yaşım, 14 olacaq. 13 yaşında belə adam olar, mən 15-əm. 15-14 səndə. Olacaq. 14-dən az qaldı da. 14 olacaq da inşallah. Boğazımda qalırdı. Açıq ilə, ya öyrənmişəm, ya açıq ya. Mən tam da. Bir də çıxar baş götür hissiyat var onun. Bu videonun içində sənin telefonunu da qurdalamaq olsa necə olar? Olmaz. Niyə? İstəməm. Axır sənin telefonu qurdalayacağam da, yəni ki... Bax, izləyicilər deyirəm, izləyicilər yazır ha çoxa. İndi fikirləşin ki, sizin telefonunuz da burada. Xoşunuza gələcək. Ataları qurdalayır da var. Kimin qurdalayır, yazsın görümlərə. Nə qəsə, bax, telefon alırsansa, telefon səndə var söyləyəcək, o şəxsidir. Atalar belədir ki, məsəl üçün, analar, atalar uşaqları kimlərlə dostluq eləyir, kimlərlə nə danışır və bu bilmək haqqımızdır da, düzdür? Valideynlərə buradan səslənirəm. Siz də bunu eləyin. Sən 18 yaşına çatan... Dostlarımı tanıyırsan da onsuz. Düz deyir, tanıyırsan ata. Onsuz da mənim dünya görüşüm belədir ki, sən 18 yaşına çatanda mən sənə heç bir şeydə qarışmayacağam. Sevdiyin qızla evlənməkdə, nə bilim, ailə qurmaqda... 18 yaşında evlənmək, hə? Yox, yəni ki, kimi istəyirsən, nə bilim, azad bıraxacam da səni. 18 yaşına çatdın, ondan sonra azadsan. Amma 18 yaşınacan, elə ki, mənim öhdəliyimdəsən. Amma o düz deyir.
Amma o yerdə yoxdur. Amma indi elə bir valideynlər də var ki, yəni bu söhbətlər də maraqlıdır, eləyəyin. Buradan valideynlərə səslənirəm. 25 yaşı var, elə də uşaq kimi davranırlar ona. Bu yaxşı bir şey deyil. Müxtələşə bilmir uşaq onda. Yəni öz ayaqlarının üstündə dura bilmir. Yəni o 25 yaşı var, sən də ana ata onun ora gəlmə, bura getmə. Elə azad buraxmalısan və öz səhvləri ilə, öz düzləri ilə o yaşamalıdır. Amma indi yox da. Neçəncidir? 3. Yüzü. Nə olub yavaş-yavaş yeyirəm at hələ. Üstünə də. Vallahi 3'dür bu. Üç dənə. Amma sən o telefonu deməli Dostlar, sehirli açqım. Sehirli layıqlı açqıma görə dostlar, layıqlarınızı atağın. Keçən video qəşə like atmışlar. Ha, like atdılar ki. Oha, 1500 like atırlar. Öpürəm, siz Allah hamd olsun, o qədər sevinirəm ki. Bərəkədən olsun, həvəslə video çəkirəm. Həvəslənirəm ki, 4-cü gün mənim izləyicilər video gözləyir. Yəni belə davam eləməyəcək ya, dostlar. Mən sizə bir dənə söz deyim. Mən belə davam eləməyəcəm. İnşallah abunələrimiz çox olacaq. Yəni yaxşı videolar çəkəcəm də, prodüksiyonlu, sərmayəli videolar. çöldə. Hə, çöldə videolar, yayda qəşəng şeylər çəkəcəm. Yəni baxacam ki, izləyici kütləm var. Sevirlər. Mən də qəşəng şeylər çəkəcəm. Məsələn şey, bir gün torpağın altında qalmaq, məsələn. Çox qəşəng maraqlı, aksiyonlu şeylər çəkəcəm. Canlar, gələn videoda gəl makbank çəkək ata. Sən nədir? İnsanlar elə ki bizə sual verir, biz o cavablandırırıq. Amma yemək yeyə cavablandırırıq da. Makbank odur. Makbank nədir? Makbankdə, bilmirsən? Sual-cavab videosu gəlsin. O deyirəm də məndə. O eləyək. Instagramda bizi takip edin, story. Orada suallar verəcəm. Bir gün siz bizi yönəldəcəksiniz. Bir günlük izləyicilərim məni yönəltdi. Belə bir video fikrim var. O var. O maraqlıdır. Məncə bu gün bu videonu bərabərə bitirək. Məncə bərabər bir Sonra şey da var. onsuz. Sonra da Ağzımıza aparaq. Profil çəkdik. Məndə yoxdur axı. sən bizə bax da oturuyuz, belə bir səs satmayıb. Ağzı açma belə bax bizə. Qəşəng, məndə 3 dənə. Məndə üstən qaldı. Bir dənə qaldı dostlar. O Məncə da də bozsun qalsın. məncə. Məncə dostlar 10 dənə almışıq. Bu videonu bərabərə bitirək. Nəyə görə? Bir dənə də qalsın indi uşaqların maması üçün. O da dadına baxsın da. Yəni evdən istərsəmə iyi gəlir. Amma qalibimiz oldu. Niyə? Birinci mən yedim. Sən hələ də yeyirsən, hə? Hələ də yeyir o. Mən yeyəmirəm. Mən yerimə. Qəşəng yemək yeyən varsa gəlsin otursun burada. Doğrudan bir dənə qəşəng maraqlı uşaqlardan var. Gəlsin video çəkim onu. Həqiqətən də çox maraqlı olar yəni. İzləyicilərimlə burger yedim. Olmaz elə. Çox maraqlı olar. Çox qəşəng bir Mən də video. olmayım heç videoda hələ. 2 dənə izləyici gətiririk. Bir dənə izləyicilərimlə burger yeyirəm. Çox maraqlıdır, Allah haqqı. Yəni elə bir izləyicilər olsa eləyərəm. Belə maraqlı söhbət eləyən, maraqlı danışan. Hə, məncə də qəşəng bir şey olar, dostlar. Yorumlarda bildirin də, amma yorum çox qəşəng gəlir ha məncə. Ataya çox yaracına bax. Ata, qocalsam da dəyərəm 1000 cavana. Nə demək ki? O bir söz var. Deyir, qocalsam da dəyərəm 1000 cavana. Hə, dəyərsən. Niyə dəyərsən xəttindən zaman? Bəli dostlar, özünüzə müğayət olun. Sizləri sevirik və bugünkü videomuz cheeseburger oldu. Hər birinizi sevirik və bu dəqiqə kimi kim izləyibsə, hamısı mənim canımdır, ürəyimdir. Görüşərik dostlar. Amma Sağ olun. görüşərik. sağ olun. Oldu Maqalib. Bu yəni Yeni Bəli, videolarımızı bugünün qalibi- altdan yazın. bugünün Fikirlərinizi yazın, buyurun. Yusi. Görüşün müəllim. Bir dəfə də mən qazanım da, nə olar? Dua eləyim bir dəfə mən qazanım.